Elə günü-gündən hər şey qalxır. Ət qalxır, kartof qalxır. Bunu da xaricdən gətirirlər. Yaxşı, bu qazı bütün dünya idxal edirik, biz verdik. İndi niyə özümüzdə qalxıdıq bunu? Görmürsən millət nə gündədir? İş yox, güc yox. Yəqin ki, heç yaxşı bir şey deyil. Çünki insanlar ümumiyyətlə deyim də belə böyük məbləğdə pul qazanmırlar. Büdcəsinə uyğun olmalıdır məncə. Yəni bizim ölkəmizdə yaşayanlar elədir ki, qaz 10 dəfə də qalxsa, 15 dəfə də qalxsa heç kim qalxmayacaq. Yəni yirik də yirik. Qaz qalxır, nəmişlik qalxır, o qalxır, metro qalxır, hər bir şey qalxır. Sərf eləmirsin kimsə. Ona görə bütün Azərbaycan hamı bütün qasır. Hamı qasıb verir. Mənim üçün çox çətindir. Mənim də qazımın qiyməti onlarınki ilə 20-dir, o nətər olur. Əlbəttə ki, çətindir. İmkanı az olan insanlara əlbəttə ki, təsir edə bilər, amma belə yəni aya ən azından şəxsən bizdə 150 manata yaxın pul gəlir, yəni işıq pulu. Neynə, qış gəlir, soyuqdan ölərik yəqin ki. Bir də